Kamera. Motor. Aydan ay, ay, ay. Güzel günlerdir, günlerdir güzel. Bu hayat çok güzeldir. Havalar da düzelir bir balaca, havalar düzelir. Sesini çıxartma. Ha? Ha, təpənmə. Deyəm, nəfəs ala bilərəm mən. Al, amma vamla. Mən üzr istəyirəm. Oğru qardaş, nə lazımdır sənə? Mən üzr istəyirəm, başa düşmədim. Mən vallahi bu dəqiqə toydan gəlirəm. Cibimdə də heç nə yoxdur. İndi başqa vaxt gələydin də, indi bu vaxtı nətər olacaq. Amma bir daha da sənə söz deyim. Olar ki, hələ heç kim yoxdur burada. Üzümü çöndərim sənə görüm də. Çöndər. Üzböz danışaq da, kişi kimi. Çöndər, yaxşı, çöndər. Bu ne də? Çaşdın ha. İş paltarım deyəməm. Qulaq as, Nə pul lazım? yoxdur, hə? Pul yoxdur da, pul belədir ki. Kartı ver görüm hələ bura. Nə kart? Maaş kartı, tez elə. Maaş kartı, vallahi kartda da bir köpü yoxdur. Biraz var deyə, oğlum deyəsən, kartdan çıxardıb, heç nə qalmayıb burada. Pensiya pulu da qalmır. Vay, sən oğula baxırsan. Mənim oğluma min şükür, elə şey eləmirsən Allah. Qulaq as. Hə. Şeydir, Ayca. pul yoxdur, hə? Yoxdur da, Kart da vallahi yoxdur. yoxdur. Mən. Bir həftə deməm ki, gətirmir, bu nə biabırçılıqdır. Oğru qardaş, bura gəl yenə, mən sənə bir deyil. söz deyim. Görürəm nesə əlin aşağı deyil. O kartın nömrəsini ver mənə. Bu pensiya alanda balalarımı boğazından kesib, biraz sənə vəsait göndərərəm. Göndərərsən? Hə. Polisə verməzsən? Kişi də ölür. Demən ölüm. Sən öl. Mən istəməyənlər ölsün. Yox, ona görə deyirəm. Qulaq as. Hə. Şeydir, Nədir? sən mənə tanış gəlsən, hə? Tanıdı, məni Mən tanıdı. səni televiziyada görmüşəm. Hə? Hə? Kriminal verişində səni göstərməyiblər. Yox, kriminalda da oynamışam, obrunda da oynamışam. Mən İlham Nami Kemalam da. İlham. Hətta soruşurlar da Ayda, zaman. İlhamsan. Hə. Ayda. Gör ehtiyac məni kimlə üzləşdirdi. İlham, Nami, Kemal. Bəli. Deyən görüm, o neydi? 3 tane adım var sən. Neskafe olmuşsan mənim şeyin. Üçü birində. Yox. Sən bir daha da qardaşın da var ha. Var. O da Neskafe'dir. Hə. Cəfər, Namik, Kemal. Hə. Qoşulmuş iki qardaş artistlik eləyirsən. Başınıza iş qəhətlərə. Yox, indi Allah qismetidir də, neyin fağır adamıq, neyin Ayda. Başa düşün. Deyən görüm. Mən sənin reklamını da görmüşəm axı. Ne reklam? Yubileyindir də sən, hə? Sən- 75 yaşın olur. Hə də ona görə yığışıb da Ayda, sən nə gündəsən, ha sən? Niyə? Cibində pulun yox. Oğlun kartdakı pulları çıxardı. Ay Allah, ürəyim ağrıyır, mənim sən gör belə görüntüsən. Hala qoy cibinə sən. 100 dolları sensasiyadır. Oğru doğruya necə deyirlər, oğru 100 dollar verir mənə. Birinci, axırıncı kərəm olsun, ha. Mən bir daha sənə sözdüm, oğru verdi. Bax, burada sənət adamları oturublar. Bax, desəm hamısı durub gələcəklər, Demə, düşəcəklər. sən anla, demə, gələn. Tökülüşüb gələrlər. Artistlərə bir hay gərəkdələr. Mən bir dənə sənə söz deyim. Hə, Düzdür, de. belə bir əhval ruhiyyəm yaxşı deyə toydan gəlirəm də. Belə sən üzündə maska var, onu amma səsin tanış gəlir mənə. Hə. İlham Namik Kemal. Bəli. Mən də sənin qardaşın Cəfər Namik Kemalam da. Stop. Çəkildi. Vay. Kadr var. Çəkildi. Ayça. Bu nədir mənim başıma oyun getirsin. Maska ilə zadla gəlirsən bu gün. İlham. Hə. Sənə təbrik, külfət gəlib buraya, bütün külfət. Uşaqlar da. Nümayəndələr gəlsin. Gəlsinlər. Anarla, qızla, oğlumla qız gəlsin buraya. Gəlsin. Gəlin. Münasibətimizi göstərin, gəlsinlər. Münasibətlər. Haysa göstər. Çaşdırdın məni. Vallahi çaşdırdın, doğrudan çaşdırdın məni. İşimizin adını. Ayda. Gəlirlər. Gəldilər də. Ay balam bu nedir? Bu nə əziyyətli çəkmişsiniz. Sağ ol. Ay sağ ol oğlum. Bax, bu anaların da adını mən qoymuşam. Bax, ümumiyyətlə nəsildə nə qədər uşaq var, hamısının adını mən qoymuşam. Onu deyim, sizə deyim, Allah. Ay,
Ay bu ne? Ay valla bu. Çox sağ olun, çox bay. Ora göz, mənə göstərməyin, xalqa göstərgin. Hələ mən çox sağ ol, çox təşəkkür edirəm. Çox sağ. Elə o stolun üstünə qoy gülüm. O stolun üstünə qoy gülüm. Bilirəm, qoy stolun üstünə oğlum, qoy. Çox sağ olun, təşəkkür edirəm. O stolun üstünə. İndi bura gəl. Bu dollar var ha, bu saxtaza dollar. Gör, mən səni təbrik edeyim. Ha, elə sonra. Siz İlhamı bir aktyor kimi tanıyırsınız, sevirsiniz, onu bilirəm. Amma mənim o keyfiyyətləri daha çoxdur məndə. Deməli, İlhamı həm aktyor kimi bəyənirəm, sevirəm, qiymətləndirirəm. Həm tərəf müqabil kimi. Çünki tərəf müqabil mən ondan, İlhamla Azdramada, Milli Teatrımızda çoxlu tamaşalarda tərəf müqabil olmuş. Özdə əvəzi yoxdur İlhamın tərəf müqabillikdə. Çox şirin, maraqlı tərəf müqabildir. Bir qardaş kimi də mən onu çox istəyirəm. Ondan yaxın adamım yoxdur həyatda. Canlı sağ ol. Bir də həm də biz dostuq. Yəni, heç kəsə deyə bilmədiyimiz söhbəti bir-birimizi aça bilirik, bir-birimizin bölüşə bilirik. Mən İlhama, çox sağ olun, İlhama demirəm ki, neçə il ömür, bir maraqlı söhbət eləyim. Hayda, xahiş edirlər. Xahiş edirlər. Deməli, iki dost olur, bunların birinin xalasının ad günü olur. Dostu kimi bunu da dəvət edirlər, dostu gəlir, oturur. Xala da oturub yuxarı başda. Deməli, söz verirlər dost kimi buna da. Çıxır, təbrik edir ki, mən xalaya can sağlığı arzulayıram, 100 il ömür yaşasın. Gəlir, oturur, xala pırr eləyir, çıxır, gedir oradan incik. Yaxınlaşır dostuna, deyir ki, xalava nə dedi ki, nə oldu ki, incidi, getdi oradan. Deyir, sən xalama 100 il ömür arzuladın ki, 100 il yaşa. Xalamın da 99 yaşı var, deyir. Ona görə deyir, körramısan işləri. Mən İlhama demirəm, neçə il yaşasın, mən nəkarıyam ki. Onu qurban olduğum nə qədər ömür yazıbsa, ancaq bir arzum var ki, onu ayaq üstə keçirsin. Səhnədə, kamera qarşısında, auditoriyada, tələbələrin qabağında. Öpürəm səni. Çox sağ ol. Sağ ol. Akademik Milli Dram Teatrı'nın aparıcı aktörü Xalq artisti Cəfər Namik Kemal.